Şüvalan qəsəbəsi 88-ci Şüvalan küçəsində günlərdir içməli suyu yoxdur. Sakinlər deyir ki, yay olan kimi su üzünə həsrət qalırlar. Su gəlmir. İkinci ildir yay vaxtı olanda belə çətinliklə gəlir. Məcbur oluram, şəxsi maşınımdan gedirəm bu Şüvalandan, bağdan, harda krantlardan su gəlirsə oradan götürüb gəlirəm. Bütün günü də krantın başında oturmaq olmur ki, görün su nə vaxt gələndə qablarımı doldurum, yiyeyim, ağarım. Bu çətindir. Yay gəldi, su olmur. Həftədə bir dəfə, iki dəfə, o da damcı su gəlir, sardı getir. Yəni kanistrlə, 2 kanistri, 10 litrlik, 20 litrlik kanistrlə, 2-3 kanistri yığırıq, sardı getir. Suyumuz olmur. Su təmizliydi, düzdür. Susuz insan yaşayar. Özə yayın vaxtı. Da belə də olmasa qurban olum. Heç olmasa xırda versinlər. Cəmiyyət nəyi var, doldursun, istifadə eləsin. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, qeyd olunan ünvanda abonentlərə suyun verilməsi qrafiklə tənzimlənir. Bir neçə gün öncə ambarda suyun səviyyəsinin azalması səbəbilə qrafikdə dəyişiklik edilib. Vətəndaşlar əsasən səhər saatlarında su ilə təmin olunurlar. Bir müddət sonra su əvvəlki qrafik ilə veriləcək. Qurumdan belə deyilsə də sakinlər vəziyyətin tam fərqli olduğunu söylüyor. 5 gündən çox deyil, su gəlmir. Su tapa bilmirik də, su tapa bilmirik. Bir damla suyumuz var, onda qalmışıq ki, əlimizi yuyək, ya da ki, xörəyə işlədək. Hər halda vəziyyət göz qabağındadır. Belə isti havada susuz qalmaq müşkül məsələdir.